Bunlar verilib. Abi çox ən azı neçə elementlidir? Onda mən nə edəcəm? Diqqət. Buradan bunu quracam. Diqqətli olaq. Biraz məntiq ola bilər burada. Sonra Euler-Venn diaqramı çəkəcəm. Və deyir, boş olmayan A və B çoxluqları üçün. Boş deyil. Onda bura A-dır, bura B-dir. Bura 2K-dır, bura 3K-dır və birləşmə 7 dənə budur. Necə eləyək? Yəni biz bura X desək, 3X plus üzrü sayın. Bunların hamısını toplasın nə qədər eləyir? 5K plus X ya da X deməyək, A deyə K ilə qarışmasın. 5K plus A, buradan sənə deyir ki, 7 dənə A-dır. Onda buradan biz nə alırıq? 5K bərabərdir 6A. İndi deyin mənə görək. K-ya nə verirdik? Yenidən. 6X tələsməyin. A-ya nə verirdik? 5X. İndi deyir, birləşmə. Birləşmə də onsuz da nə idi? 7 dənə A idi. İndi fikir verin. Bu X tam ədəd olmalıdır da. Onda bura gətirib qoysam, bura nə qədər eləyir? 35X. Onda X ən az olmalıdır da, ən az götürürük də biz. Ən az nə qədər götürərik? 5. 1. 1. Oldu 35. Gördünüz məntiqi? Deməli, boş yerə bura 3 götürün, bura 2 götürməklə deyil də. Ən balaca olmaq üçün. Çünki bu hal da var. Anladınız? Məsələn, tutaq ki, uşaq bunu belə götürsəydi. 3-2. Onda birləşmə nə alacaqdı? 5 plus A, o da bərabərdir 7 dənə. Bu doğru deyil axı. Niyə doğru deyil? A naturaldır. Ödəmir axı. Deməli, nə edirik? Bunları K ilə saxlayırıq və gətiririk. Deyirik, birləşmə 7 dənə kəsişmədir. Kəsişməyə də demişik. Birləşmə nə idi? Bunların cəmi. Gətirdim, yazdım. Gətirdim, yazdım. Buradan tənasibimi qurdum. Sonra gətirdim, burada yerinə qoydum. Gördüm, ən balaca istəyir. Ən balaca istədiyinə görə də X-ə 1 verdim. Anladıq? Bəli, müəllim, bəli. Bəli.